Az miqdarda maye var, amma bir patoloji proses görmürük. Amma sağ paravarial nahiyədə görürsünüz, doğrudan da bax belə bir törəmə görürük. Eyni zamanda daha öncə biz nümayiş elətdirdik. Baxın, qaraciyərdə belə bir səpkilər var, görürsünüz. Mədəmizdə və qaraciyər nahiyə, dalaq nahiyəsində bir patoloji proses görmürük. Törəməni burada görürük. Bax, burada bitişməni görürsünüz. İndi buradan bitişmələri ayırıb biz həmən patologiyanın üzərinə doğru gedib aydınlaşdırmağa çalışacağıq. Bitişmələri ayıraq. Baxın, burada apendisit ola bilər. Bunun altında iltihabı prosesi uğramış xroniki halda bitişmə hardadır? Çekumun kör bağırsağın. Apendikulyar nahiyənin görürsünüz. Baxın, buradadır. Boru, fallop borusu bitişib. Biraz yaxın gəl qızım. Gəl bura. Görürsünüz, bitişməni belə ayırırıq. Aha, buradan ayırdıq. Uşaqlığın girdə bağıdır. Aha, girdə bağına doğru bitişmə var. Bu bitişməni göstər qızım bu tərəfə. Buranı. Aha. Ginekoloji bir problem görünmür. Görürsünüz, bu boruda da, bu yumurtalıqda da heç bir patologiya izlənmir. Aha, apendisiti də artıq görürük. Apendisitdə də bir dəyişiklik yoxdur. Görürsünüz, proses buradadır. Daha çox törəmiyə bənzəyir. Keçməməzlik əlamətində baxın bu verib. Xəstənin ürək bulanması, qusması. Buranı göstər, bitişmə yeri. Biz yəqin əməliyyatı açıq davam edəcəyik. Demək, əməliyyatımızı açıq laparotomi ilə davam edirik. Az öncə sizə nümayiş elətdirdik. Demək, sağ paravarial nahiyəsində bir törəmə yazmışdı. Daha çox diqqət çəkmişdik ki, ginekoloji bir urogenital problemdir. Amma biz sizə nümayiş elətdirdik və açıqda da baxdıq, heç bir yumurtalıqda urogenital heç bir patologiyamız yoxdur. Bu nazik bağırsaqdır, gətirici görürsünüz. Bu apendiksdə heç bir dəyişiklik yoxdur. Görürsünüz, çekum nahiyəsində baxın, belə bir törəmədir. Görürsünüz, yazılan ölçüdə 6 santlıq belə bir törəmədir. Bağırsaq mənfəzindədir. Ətrafda böyümüş limfa düyünləri baxın, görmürük. Bağırsaq mənfəzindədir. Bu qalxan çəmbər bağırsaqdır. Kör bağırsağın qalxan çəmbər bağırsağına doğru gedir. Törəməni sizə baxın, yaxından nümayiş elətdirik. Tam keçməməzlik verməyib, amma xəstənin şikayəti artıq 2 gündə tam keçməməzlik əlamətləri var idi və biz dünən xəstəyə əməliyyat təklif elədik. Niyə? Ona görə ki, artıq keçməməzlik əlaməti var idi. Baxın, törəmə budur. İndi biz sağ tərəfli gemokolektomi edib, inşallah anastomoz qoymağı düşünürük. Anastomoz qoyub əməliyyatımızı yekunlaşdıracağıq. Çox sağ olun. HCC Clinical Hospital. Sağlamlığınızı bizə etibar edin.